18 manata da soyuducu olar mı? Qardaş, niyə olmuyor ki? Bravo'da olar. Təbii ki, baxın, soyuducu qutuları var 10 litrelik. Hansı bir dəqiqə rayon sezonu gəlibdir. Rayonlara gedirsiniz, istirahətlərə gedirsiniz, nə bilim, parka gedirsiniz. Bölgələrə gedəndə bax, əsl lazım olan bir şeydir bu. Hansı ki, 28 manatdan 18 manata düşüb 36% endirimdə. Özdə hər litrajı olan var. Baxın, 30 litrliyi var, hansı ki, 46 manata düşübdür 71 manatdan. Yəni, belə qiymət yoxdur həqiqətən. Və yaxud da ki, 18 manata düşəni var 36% endirimlə. 30 litrlik var, hansı ki, ən çox soruşulan soyuducu qutulardan biridir. Keçən dəfə paylaşma eləmişdim, çox adam soruşurdu. 71 manatdan 46 manata düşüb və bu endirim kampaniyası 13 manat tarixindədir. Kanalımıza xoş gəlmişsiniz. Videoları izləyərkən bəyənməyi və səhifəmizə də abunə olmayı unutmayın ki, bu kimi möhtəşəm paylaşımlara qaçırmayasınız. 15 litrlik də var. Baxın, 15 litrlik soyuducu qutu var, hansı ki, 35% endirimdə 78 manatdan 51 manata düşüb və bu endirim kampaniyası gördüyünüz kimi 13 manat tarixindədir. Sual verəcəksiniz ki, yaxın digər filiallarda varmı? Bura hansı filialdır? Bura mağazanın Koroğlu filialıdır. Koroğlu filialında var. Digər filiallar hələ ki görməmişəm. Ona görə yalan deyəmərəm. Məlumatım olmadığı şey haqqında bir paylaşım elə bilmərəm. Bu soyuducu qutular çox soruşur. Ona görə bir açıq video çəkmək istedim sizin. Çünki gördüyünüz kimi, soyuducu qutular yenə də çox adam soruşur, çox adam istəyir. Möhtəşəm şeydir. İçinə buzu qoysan, ərzaqlı qoysan, suyu qoysan, gedirsən rayona, bölgələrə, dəniz qırağının istirahətə hazırdır. Hər şey lazımdır bir sözdə. 28 manat, 18 manat çox 36% endirimdə. Ayda bu gün dəniz sezonu başlayır. Biz ki, suyu zadı maşına qoyanda olur ot kimi, dənizi çatanda olur hamam kimi. Amma bunun içinə buzu qoydun, qoyursan, suyu, pivəvi, nə istəyirsən, ərzaqlı, pomidoru, xiyarı, qarpızı yemişi, su apar buz kimi dəniz qırağına yiyəsin. Qiymət 18 manatdır. Endirimlər çoxdur. Çalışdım bugün sizə yaxşı şeylər göstərim. Çünki elə böyük endirimlər mən buradan görürəm. Baxın, 57%, yarı qiymətdən aşağı 65% təsəvvür edirsiniz. Hansı ki, 3 manatdan düşüb 1 manat 5 qəpiyə. Battaniyalar var, hansı ki, 130-un 170-ə ölçüsüdür. 45% endirimdə 40 manatdan 22 manat düşüb və bu endirim kampaniyası gördüyünüz kimi 13 manat tarixinə qədər. Ümumiyyətlə, 13 manat tarixinə qədər bütün bravolarda 30-undan başlayıb 13 manat tarixinə qədər bütün bravolarda böyük endirimlər start verib. Görürsünüz, 55.99-dan düşüb 29 manata. 35% endirim, 48% endirim, 47% endirim. Burada da var 47% endirim, battaniyalar var. Yenə də 39 manatdan 21 manata düşüb. Və belə deyək ki, bağ sezonu başladığına görə, dəniz sezonu, bağ sezonu, nə bilim, piknik sezonu başladığına görə qəşəng piknik üçün şeylər var. Yəni burada dənizə, rayona gedirsiniz, baxın, çadırlar var, palatkalar deyilsiniz ki, 2 nəfərlik palatka var, 72 manata düşüb 111 manatdan, 155 manatdan 101 manata düşənlər də var. 4 nəfərlik palatkadır bu, 4 nəfər, yer içində yat, istirahət verə. Mega'nın qranit tavalarını görürəm burada, 2,7'lik, 17 manatdan düşübdür 10 manat 99 qəpiyə. Bravo'nun ən böyük filiallarının biridir. Mağaza Koroğlu'da yerləşir, Koroğlu metrosunun çıxışında. Burada gördüyünüz kampaniyalar və endirimlər bütün bravoları keçərlidir 13 manat tarixinə qədər. Zaten 13 manatdan sonra yenə başqa bir kampaniya başlayıb. Biz ki, hər dəfə mütəmadi yeni kampaniyalar başlayıb. Bax, görürsünüz, endirimləri sallamakla bitməz. Bu nədir belə 59% endirimə düşən? Kaytex'in çarşafları var. 180, 230, 30 ölçüsüdür, 59% endirimlə. 23 manatdan düşübdür 9 manat 49 qəpiyə. Və yaxud da ki, buradakı endirimlə baxın, 44%, 38%, 44%. Nədir bu? Qadın tərlikləri 8 manatdan düşüb 4 manat 49 qəpiyə. Qadın tərlikləri 7 manat 99 qəpiyə. Sonra burada balınclar görürəm, yastıqlar, yorğanlar görürəm. 1 metrəni 2 metr 15 santı. Qiyməti də ki 60 manatdan 40 manata düşübdür. Bravo hipermarketin Koroğlu filialında. Endirimlər çoxdur. Burada elə ərzaqlar da var ki, demək yarı qiymətə düşüb, onları sizə göstərəcəm. Videoları sona qədər izləyin və izlərkən hər kəs bilən like atsa valla dünya dağılmaz. Misal üçün 70% endirim görürəm. Bu nədir belə? 70% divan örtüyü. Baxın, evinizə lazım olan divan örtüyü. Hamısı da yenə deyir, bəziləri ikinci əl belə edir. Xeyr. Gördüyünüz ki, təzə paketlərin içində səslinin divan örtüyü var. Hansı ki, 70% endirimdə düşürdü 40 manatdan 11 manat 99 qəpiyə. İzləyici vasitələri baxın, 56%, 43%, 34%, 31%. Hamısında endirimlər var. Gördüyünüz ki, yəni təkcə qeyri-ərzaqda endirim yoxdur. Gözü təmizləyici vasitələrdə endirimlər var. Sanayə məhsullarında böyük endirimlər sizləri gözləyir. Bu nədir demək, kişi üçün saç şəkildə, belə deyək də, üz qırxan deyək buna qısacası 29 manatdan düşüb 17 manata, 41 manatdan 22 manata, 24 manatdan 16 manata. Burada məndən görürəm, baxın, Nats miniləri görürəm, hansı ki, Nestlər, süllü fındıqlı plitkalı şokoladlar 4 manatdan 2 manata düşüb, M&M's piçenləri, baxın, 9 manatdan 4 manat 50 qəpiyə düşüb, M&M'si bu cür piçenlər var. Bunu satışda görməmişəm, birinci dəfə görürəm, açıqlayayım. Bəlkə də mən birinci dəfə görürəm, çoxdandır var, qiyməti də gördüyünüz kimi 9 manatdan düşüb 4 manat 50 qəpiyə. Burada olan məhsullar hamısı yarı qiyməti olan məhsullardır. Burada kofelər var, hansı ki 11.59-dan 5 manat 80 qəpiyə düşübdür. Mister Tunlar var 2 manat, belə deyək, 1 manat 20 qəpiyədən 60 qəpiyə düşübdür. 2 manatdan 1 manata, 9 manatdan 4 manat 50 qəpiyə. Və əsas mənə bunlar maraqlı idi. Hələ də endirimlər, baxın, Nats minilər görürsünüz.
30% yazmasına baxmayaraq 50% eləmək üçün 1 manat 60 qəpikdən 80 qəpiyə çöpər. Gördünüz ki, limitsizdir. Nə qədər siz alıb yeyə bilərsiniz. İndi bir dənə bəzdə başlayacaq, srok belə getdi, tarix belə gəldi. Qardaş, bir dənə şokolad da, bunun srokunu alıb 2 ay qalsa da belə. Sən bir dənə şokolad aparıb 2 ay evdə saxlamayacaqsan ki, düzdürmü? Və konfetlər də var. Konfetlər gördüyünüz kimi qiymətləri qramla nəzərdə tutulubdur. 2 sənə paylaşım eləmişdim, çoxlu yazılar gəldi. Aydan qədər mən 100 kilo istəyirəm, 50 kilo istəyirəm. Qardaş, bunlar hamısı qramla nəzərdə tutulubdur. 100 qramının qiymətini alıbdır. Bax, 100 qramı 1 manat 67 qəpidir. Onlar bilmir, elə yazır ki, ay mən 10 kutu istəyirəm, 5 kutu istəyirəm. Videoları sona qədər izləmirlər. Elə bilirlər ki, elə burada hər şey bu nədir belə? Maltersin, bu qəşəng şeylər, şokolad yağıdır. Çox möhtəşəm şokolad yağıdır uşaqlar. Qiyməti 11 manat 50 qəpikdən 4 manat 49 qəpiyə düşüb 61% endirimlə. Qutulu makaronlar var, hansı ki qiyməti 1 manat 85 qəpikdən 45 qəpiyə düşübdür, 76% endirimlə, çəkisi 500 qramdır. Costadora zeytun yağı, ən çox soruşulan yağdır, qiyməti 23 manat 59 qəpikdən 12 manata düşüb. Hal-hazırda bunun qiyməti 12 manatdır, 23 manat 59 qəpikdən. Təmiz İspan yağıdır, 23 manat 59 qəpikdən 12 manat, yaxşı valla. 49% yarı qiymət, həqiqətən möhtəşəm bir şeydir. Sonra burada nə görürəm? Basso zeytun yağı 13 manatdan düşüb 7 manata, 9.69-dan 7 manata. Maraqlı qiymətlər çoxdur həqiqətən də. Videolar izlərkən həmişə deyirəm, burada da var. Baxın, Costadora zeytun yağı 23.59-dan 12 manata düşübdür. Videolar izlərkən bəyənməyi, dostlarınızla paylaşmağı unutmayın ki, bu kimi endirim paylaşımdan qaçırmayasınız. Ton balığı 4 manat 99 qəpiyə düşüb, 9 manatdan 3 dənəsidir, görürsünüz. Normalda bir dənəsi alırsınız 4 manat, bax, görürsünüz. Bir dənəsi burada 4.49-dur bunun qiyməti, düzdürmü? Bir dənəsi. Amma burada 3 dənəsini sənə verir 4 manat 99 qəpiyə. Bir dənəsi yox, 1, 2, 3 dənəsini sənə verilir 4 manat 99 qəpiyə. Bravolar, çox gözəl endirimlər var yeri gəlmişkən və həmişə deyirəm, videolar izlərkən bəyənməyi, paylaşmağı, nə bilmə, səhifəmizə abunə olmağı unutmayın. Çünki çox adam yazır ki, ay mənim xəbərim olmadı, bu kampaniya nə vaxt oldu, mən niyə görmədim. Ona görə görmürsünüz ki, videolarımızı bəyənmirsiniz. Bir dənə like atsınız, valla dünya dağılmaz. Bizdə belə başqa cürdür, yəni mədəni videolar bu cür bəyənilmir, xoşlanılmır. Amma gəl ki, bambılı videolar paylaşsaq, bəli, onda bəyənilər, çoxlu like'lar gələr. Bu da ki, biz də elə şeylə bacarmaq təəssüf ki, yolunca qarğıdalı yağı var, hansı ki 7.29-dan 5 manata çöpü gördüyünüz kimi. Belə, bu qədər dostlar, sağolaşın, özünüzdə müxayyət olun. Çünki kampaniya 13 mart tarixinə qədərdir, 30 aprel tarixinə start verilibdir, 13 mart tarixinə qədərdir və burada gördüyünüz endirimlər bütün Bravo hipermarketlərə keçərlidir.